Salam, hörmətli izləyicilər. Dünən mart ayının 25-i mən hüquqşünas Seyidzadə video hazırlamışdım ki, ev aldığı zaman bu problemlərlə üzləşə bilərsiniz. Yəni, hansı evləri almaq məsləhət görmür və ya aldığınız halda nə etmək lazımdır məlumat vermişdim. İstər vəsiyyətnamə ilə bağlı olan evlərlə, istər vəsiyyəti ilə bağlı olan evlərlə, istər əlilliyi olan şəxsə görə aldığınız birinci mərtəbədə qapı pəncərə açmaq istəyirsiniz ki, rahat olsun. Mən özüm əlilliyi olan şəxs kimi öz təcrübəmdən danışmışdım ki, arabasını açmaq istəyirdim, qapı açmaq istəyirdim. Problem oldu icra hakimiyyətinə və nə etmək lazımdır. Bir sözlə, videoda bu barədə danışmışam. Amma indi əlavə eləmək istəyən həmin videoya hörmətli izləyicilər. Ona görə xahiş edirəm bu videonu bəyənib qoy, hamı bilsin. Adı çəkən videoyu ki, baxa bilərsiniz. İndi amma əlavəmi bu videoda edəcəyəm. Hörmətli izləyicilər. Bu əlavədə onu qeyd etmək istəyirəm ki, əgər ev alırsa, çıxarışda 2 nəfərin, 3 nəfərin adı yazılıbsa, o evlərində ehtiyatlı olun. Hörmətli izləyicilər. Ona görə ki, düzdür, aldığınız zaman ola bilsin ki, həmin şəxsi vərəsə gəlsin və yaxud da evin digər sahibi gəlsin, razılıq versin ki, filan kəs evi satmalı, mən etiraz eləmirəm. Amma gələcəkdə siz o evi bağışladığınız zaman, satdığınız zaman problem olacaq. Problem ondan ibarətdir ki, ola bilsin həmin şəxsin ayrı üzvə razı olmasın, şəxs özü razı olmasın, problem yaranacaq. Hörmətli izləyicilər. Digər əlavə onun ibarətdir ki, hörmətli izləyicilər, yəni əlavə etmək istəyən ki, əgər bir vəzifəli şəxsə dövlət qurğuna görə ev verilirsə, o ev özəlləşmirsə, onu da almıyor. Ola bilsin ki, vəzifə sahətdə bitirindən sonra evi geri alsınlar. Və ya yazsınlar ki, vəzifə müddəti verildiğine görə özəlləşə bilməz. Ona görə ehtiyatlı olun. Amma digər məsələləri yenə təkrar edirəm, hörmətli izləyicilər. Yolun, harada ki, dəmir yolu gedir, yüksək işıq gərginliyi xətti var, harada su xətti var, yəni böyük xəttlərdən söhbət gedir, harada qaz xətti var, orada ev almıyor. Onların səhətlərini düzəltmək olmur. Bunu mən hüquqşünas kimi sizə deyəm, hörmətli izləyicilər. Nəzərə alın. Problemli olur. Eyni zamanda dediğim kimi etibarnamə olan evləri almayın. Problemlidir. Bir de görürsünüz bir adam bir qohumuna verir ki, mən xaricdən git sən sat. Sonra həmin adamı qeydiyyatdan çıxarda bilmirsiniz. Düzdür. Etibarnamə ilə alqı satqı olur. Amma sonra çıxartmaq olmur. Problem olur. Nəzərə alın. Başına ayağı problemdir. Dediyim kimi əgər evdə xəstə adam varsa, ona uyğun birinci mərtəbə arzusuza deyirsiniz ki, qapı açaram, yəni rahat olar, girib çıxıb, mutfaqdan girib çıxmaz. O halda birinci növbədə öyrənin görün, sənət ara bilirsiniz, ara bilmirsiniz, ondan sonra evi alın. Yoxsa gələcəkdə problem olacaq. Mən özüm bir problemlə rastlaşmışam. Hüquqşünas olduğuma görə icra hakimiyyəti verdim məhkəməyə. Bir məhkəmə getdi. Sonra mən evi satdım, həyat evi aldım. Hər məhkəmə yenə uzana bilərdi. Prosta mən vaxtımı belə deyək, qənaət edirəm. Hörmətli izləyicilər. Nəzərəm. Amma ümumiyyətlə bir daha qeyd edin, dünənki videoda dediyim kimi, insanlar 50 min, 100 min ev alır. Məsləhət görən ki, bir hüquqşünasla gedib, bir vəkillə gedib məsləhətləşərsiniz. 50-60 manatından keçib məsləhət arasınız ki, bu ev almaq olur, yoxsa yox. Ki, gələcəkdə problem olmasın. Hörmətli izləyicilər. Nəzərəm. Məlumat üçün bildirirəm ki, mən özüm, yəni telefonla hüquq məsləhətləri, istər evlə bağlı, istər əməkən bölgüsü, istər vərəsəlik, istər əmr, uşaqla ünsiyyət, boşanma və digər məsələlərlə bağlı məsləhəti telefonla hüquq məsləhəti dediyim kimi 10 manata verirəm. Hörmətli izləyicilər. Mənim telefonum videonun izahı yerində YouTube kanalında qeyd olunur. Eyni zamanda YouTube kanalının şut bölməsində istənilən videonun üzərində var. Əgər saxib yazıb qatmayın məndə. Onların qeydəcə məsləhət alaraq, yəni telefonla. Hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, ərizələri də yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Amma yenə bir daha tövsiyə edirəm, hörmətli izləyicilər. Söhbət məndən gedmir. Başqa bir vəkilin də yanına gedə bilirsiniz. Ev almaq üçün qabaq gedin məsləhətləşin. Baxın, nə vecinəm. Evi satırsa sizdən 1%, 2% alır. Evi satandan da alır.
necə deyərlər, alandan da. Yəni onun vecinə olmur. Amma siz hüquqi cəhətdən maraqlanın ki, problem olmasın. Dediğim kimi vəsəyi evlərdən biraz uzaq durmaq lazımdır. Bir daha xatırladıram, hörmətli izləyicilər. Evin sahibi təzə belə boşanıbsa deyir ki, mən arvadından boşanmışam, problem yoxdur. Ehtiyatlı olun, onun arvadından razı olun. Ona görə ki, qanunverici əsasən 3 il müddətində yəni yoldaşından pay tələb edə bilər. Ümumiyyətlə onu qeyd edin ki, istənilən alqı-satqı müqaviləsi 3 il ərzində məhkəmənin nüvəsə predmeti ola bilər. Nəzərə alın, hörmətli izləyicilər. Vacib bir məsələdən biridir. Yəni 3 il ərzində sizi narahat eləmədilərsə, daha narahatçılığa əsas yoxdur. Amma ki 3 il ərzində biraz narahat ola bilərsiniz. Amma dediyim kimi etibarnamə ilə ev almışsınızsa, ola bilsin ki, gələcəkdə həmin şəxsin qohumları razı olmasın, özü razı olmasın, etibarnaməni də vərəq eləsin. Hörmətli izləyicilər, sonunda bir daha xatırladıram, dəstək üçün videonu bəyənin, qoy hamı bilsin. İmkan daxilində də kanala iyanə edin. Əgər kiminsə imkanı varsa, hörmətli izləyicilər. Diqqətinizi görə sağ olun. Sağ olun.